Masallı Ziyalılar Birliyinin üzvləri Masallı rayon icra hakimiyyəti başçısından narazılıq edirlər. Bugün reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunda keçirilən mətbuat konferansında çıxış edən Masallı Ziyalılar Birliyinin sədri Məmmədağa Eynullayev bildirib ki, icra başçısı Rafil Hüseynovun qanunsuz hərəkətləri dözülməz həddə çatıb. Onun sözlərinə görə icra başçısı rayonu rəhbər təyin olunduğu 10 ay müddətində qanunsuz işlərlə məşğuldur. 17 hektar torpaq sayəsində şəxsi obyektlər açır. Biz bunun qarşısını almaq üçün addım atırıq, lakin onlar bizim hüquqlarımızı tapdalayır. Rayonda aktiv olan şəxsləri şərləyib, həbs etməklə məşğuldurlar, deyə Məmmədağa Eynullayev bildirib. Masallı Ziyalılar Birliyinin sədri icra başçısını həmçinin rayonda baş verən özbaşınalıqlarla bağlı sakinlərin prezident aparatına şikayət etməsinin qarşısını almaqda ittiham edib. Rayonun giriş və çıxışının polis nəzarətində götürüldüyünü deyib. Məqsəd isə Masallı Ziyalıların Bakıya gəlişinin və şikayətlərin qarşısını almaqdır. Bizim məqsədimiz, məramımız ondan ibarətdir. İlk dəfə gedək prezident administrasiyasına, rayonda baş verən bu qanunsuz da özbaşınalıqlar, təzyiq kampaniyası aparılması ilə bağlı prezident administrasiyasına şikayətlərimizi eləyək, ondan sonra gəlib mətbuat konferansı keçirək. Amma o qədər bizi orada çətinliklə o mühasirəni yarıb keçdik. Gəldik Göytəpəyə, Göytəpədən Cəllabada, Cəllabaddan ora, yəni bu uzun bir həngamədən sonra nəhayət gəlib indi bu vaxtda çıxmışıq. Bura saat 4-dən oyağı indi gəlib çıxmışıq şəhərə. Yəni səbəb nədir? Biz dövlət əmlakını talayan döyürük, haqsızlıq, ədalətsizlik qoşulan döyürük. Biz cinayət eləməmişik. Sadəcə olaraq haqlarımızı, hüquqlarımızı tələb edirik və haqlarımızı, hüquqlarımızın da qorunmasının, tapdalanmasının, rayonumuzun çapı talanmasının əleyhinəyik. Burada bizim günahımız budur. Buna görə adamları bu qədər təzyiq edirlər, bu qədər izləyərlər. Birlik sədr müavini Ramil İbadullayev Masallı rayonunda əhalinin vəziyyətinin dözülməz olduğunu deyib və icra başçısının oğlunun rayonda 100.000 manatlıq maşınla qəza törətməsindən danışıb. Yeni icra başçısı Masallıya dədəsinin əmlakı kimi baxır, insanların şikayətlərinə baxılmır, o hətta vətəndaşları belə qəbul etmir, deyə İbadullayev bildirib. Rayonun gələcək inkişaf perspektivində olan torpağı götürüb, bu şəkildə götürüb, burada özü üçün şəkər zavodu tikdirir. Hələ eşitdiyimizə görə bu torpağı sənədləşdirə də bilmirlər. Bu 10 ayda Rafil Hüseynovun ikinci obyekti. Baxın, ticarət mərkəzində bütün piyada keçidlərin hamısını bağlayıb verib dükan altına. Bir dənə maşın keçidi var burada. Bu əhali bu dükanlara, bu ticarət mərkəzinə maşının üstündən atlanıb keçməlidir. Çünki bunların hər kvadrat metrəsi 5.000-10.000 manatdır. Rafil Hüseynovun oğlu kimdir? O özü kimdir? Prezident təyin edəcə bilib. Xalq mən üçün təyin edibdir. Təyin edib ki, onun uşağı rayonun içində cəmaatı qırsın. Bəhs durun da. Yığılır boğaza da. Bir dənə müdürləri milis polis qoyur qapısına. Yığılır boğaza da. Bəhs durun da. Daha sonra Masallı kəndlərinin nümayəndələri də yeni icra başçısının təhsil, səhiyyə və digər sahələrdə apardığı siyasət və həmçinin rayonda baş verən korrupsiya halları, rayona çatan büdcə vəsaitindən abadlıq işlərinin ayrılmaması, şikayətlərə baxılmaması və sair problemlərlə bağlı fikirlərini bölüşüblər. Mətbuat konferansının sonunda Masallı Ziyalılar Birliyi və kənd ağsaqqalları prezidentə və hüquq mühafizə orqanlarına müraciət edərək Masallı icra başçısının əməlləri barədə ölçü götürülməsi, rayonda əhalinin hüquqlarının tanınmasını xahiş ediblər. Bununla belə onlar Masallıda etiraz aksiyası keçirilməsini də istisna etməyiblər. Hər kim ki sevindirsə bir mömini, halbuki burada gör nə qədər mömin oturub ya, ay prezident, ay başıma dörüm səni. Sevindirsə bir mömini, onda o sevindirib əvvəl Allahı, sonra Peyğəmbəri, sonra imamları, sonra əhl-i beyti. Mən istəyərəm ki, prezident, bugünkü səlahiyyət vəzifəsindən istifadə edəsən, bu qədər əhalini sevindirəsən. Sevindirəsən, bu negativ əməlləri Masallı rayonundan götürəsən, icra hakimiyyətinə tapşırıq verəsən, birbaşa, siz hamısı bir zənciyizə bənddir. Lazım olan adamları çağır ki, gör bunlar nə istəyirlər? Həmin prezident deyən harınlıqlar budur. Elə bir dənə rayondadır, hər rayonda var. Bu daha tez harınlaşdı.